Dövlət Akademik Musiqili Teatrında milli səhnə sənətinin yaddaşında silinməz iz qoyan sənətkarlara ithaf olaraq teatrın tarixi simaları silsilə layihəsi çərçivəsində xatirə gecəsi keçirildi. Tədbir muğam sənətinin yaddaşlara hopmuş səsi olan xalq artisti Arif Babayevin xatirəsinə həsr edildi. Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevin olduğu gecə Arif Babayevin zəngin yaradıcılıq yolunu əks etdirən videoçarxın nümayişi ilə başlandı. Burada ustad sənətkarın yaradıcılığı və şəxsiyyəti teatr tariximizin ayrılmaz bir parçası kimi təqdim olundu. Akademik Opera və Balet Teatrının teatrın tarixi simaları adlı belə bir məzmunlu layihəsi var. Yəni 1908-ci ildən bu günə qədər 118 ildir teatr şərəfli bir yol keçir və burada əlbəttə ki, əməyi olan adamlar, yaradıcı adamlarımız çox olub. Amma eyni zamanda tarixi simalara çevrilən bizim sənətkarlarımız olub ki, onlardan da biri Arif Babayevdir. Xatirə gecəsində ustad xanəndə Arif Babayevin sənət məktəbinin davamçıları çıxış edərək xalq artistinin repertuarından əsərlər səsləndirdilər. Gecədə əməkdar artist Təyyar Bayramov Aşiqəm, xalq artisti Nəzakət Teymurova Ay Mənim Məhəbbətim, xalq artisti Mənsum İbrahimov Xatırla Məni və Seygah təsnifini, xanəndə Vüqar Əliyev Süsən Sümbül və digər ifalardan tamaşaçılara zəngin repertuar təqdim etdilər. Həm bir ifaçı kimi, həm bir pedaqoq kimi, həm bir opera solisti kimi böyük işlər görüb. Bir ifaçı ordusu yetişdirib və biz hər birimiz ona hər zaman borçluyuq. Hər zaman ondan bəhrələnmişik və bugün də bəhrələnirik. İnsanlığı bizə öyrətdi Arif müəllim. Sənətkar hər zaman olmaq olar, amma Arif müəllimin sadəliyi, ondan sonra tələbələrinə yanaşmaları, o bir bambaşqa bir necə deyərlər, ayrı bir şeydir. Tədbir çərçivəsində Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasından kompozisiyada sənətsevərlərin ixtiyarına verildi. Kompozisiya Dövlət Akademik Opera və Balet Teatrının xor kollektivinin müşayiəti ilə əməkdar artist Elnur Zeynalov və xanəndə Güllü Muradovanın ifasında səsləndi. Arzu Yusifil, Günheydarov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.